İqtisadiyyat naziri Mikayıl Cabbarov və Mətanət A şirkətinin müşahidə şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər. Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulmuş Mətanət A şirkəti barədə məlumat verildi. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir ki, fəaliyyət göstərən şirkətin tərkibinə Mətanət A quru inşaat qarışıqları, Ağdağ gips karton və gips əsaslı məhsulların istehsalı, Azərlaym əhəng avadanlıq və dəzgahların istehsalı və Elberg maşınqayırma zavodları daxildir. Şirkətin istehsal müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb. Dövlətimizin başçısı Mətanət A şirkətinin digər zavodlarında istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası adı altında 3000-dən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili tələbatı ödəməklə yanaşı Made in Azərbaycan brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur. Müəssisədə istehsal əsasən yerli xammal əsasında təşkil olunur. Yerli xammaldan istifadə edilməsi həm də ona görə xüsusi vurğu ilə fərqləndirilə bilər ki, bu istehsal zəncirinin yaradılmasıdır. Bu tendensiyanın genişlənməsi əməkdaşlığı, qarşılıqlı əlaqəni, yerli sahibkarlığın inkişafını və xarici istehsalçılardan asılılığın aradan qaldırılmasını təşviq edir. 10 hektar ərazidə yerləşən zavod Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz edilib. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bununla yanaşı, investisiya təşviqi sənədi ilə müəssisə, texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb. Tikinti sektorunda istifadə olunan ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı, yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Belə ki, müəssisə ölkəmizin mineral daş yununa olan tələbatını ödəməklə yanaşı, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstan, MDB və yaxın şərq ölkələrinə ixrac ediləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə eyni zamanda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.
daş yunu zavodunu biz Cənab Prezidentin Almaniyaya səfəri zamanı müqaviləni Almaniya tərəfi ilə imzaladıq və nəticədə artıq 2019-cu ildə təməli qoyuldu və bu gün də açılış oldu. Bu zavodun digər zavodlardan fərqi ondadır ki, bu dünyada ilk dəfə olaraq Azərbaycanda innovativ texnologiya ilə istehsal olunur və digər zavodlarda ümumiyyətcə qazdan istifadə olunmur, kömürdən və digər materiallardan istifadə olunur. Ancaq bizim bu zavodda təbii qazdan istifadə olunur. Bu təbii qazda həm maya dəyərini aşağı salır, həm də ki, daha təmiz, ekologiyaya çox da zərər verməyən bir yanacaq növüdür. Mən Almaniyanın məşhur Grenzebach şirkətinin layihə rəhbəriyəm. Mətanət A şirkətinin Azvul daş yunu zavodu Grenzebach şirkətinin yüksək texnologiyalar əsasında tikilib. Bu da yüksək keyfiyyətdə daş yunu istehsalını təmin edir. Grenzebach texnologiyasına əsaslanan Azvul daş yunu zavodunun dünyada analogu yoxdur.